Həftəlik bürclər Oğlaq, Boğa, Qız bürclərinin torpaq unsurları 10 avqustdan 17 avqusta doğru nələr gözləyir? Birinci Oğlaqlardan başlayaq. Bu həftə Oğlaqlar yüklərinizi azaltmaqdan, yüklərinizi daha da zamanla əlaqədar çox atmağa başlayacaqsınız. Maddiyyat pulla əlaqədar olaraq dəngənizi stabilləşdirməlisiniz. Çünki elə bir vəziyyətdəsiniz. Nə göydəyəm, nə yerdəyəm, amma ortada qalmış bir boşluqda qalmış bir vəziyyətiniz var. Mal, mülk, torpaqla bağlı bu həftə nələr etmək istəyirsə, Oğlaqlar onların planlarını belə deyim də, və yaxud da onlar üzərindən satış, alqı-satqı etmək istəyirsə, pul mübadiləsi istəyirsə, bu həftə onu edə bilərsiniz. Şəxsi həyatla əlaqədar olaraq həftənin sonlarına doğru hər kəsi itələyib öz təklifinizdə öz gücünüzü, özünüzü aktivləşdirməyə daha çox düşünəcəksiniz. Bu həftə onsuz da boş arzu xəyallar quracaqsınız. Elə bir illüziya dünyasında qalacaqsınız. Maddisal baxımından şanslarınız uğurludur. Bəli, sizə ehtiyac duyan insanlara kömək edəcəksiniz və yaxud da çoxdan da ehtiyac duyduğunuz pul, maddiyyat, iş, finans baxımından xəbərlər, yenilənmələri özünüzdə edə biləcəksiniz. Amma şəxsi həyatın qeyri-tarazlığı sizin aktivləşməyinizi 1-0 geriyə doğru çəkəcək. Sanki biz necə özünüz danışıq olaraq, yüklənmələr olaraq, soymalar olaraq, itələyici olaraq, belə deyim də, qürur olaraq çox hər şeyi abartacaqsınız, hər şey böyük bir skandala çevirmiş bir vəziyyətiniz ola bilər. Bunları düzəltməlisiniz. Sağlamlıqla əlaqədar burun nəfəs sisteminizlə bağlı bir də bilmirəm, onurğa bədənlə əlaqədar bəzi enerjilərinizdə qırıqlar olacaq. Bunları düzəltməlisiniz. Qırıq, sınıq gözləmədiyiniz sümüklə əlaqədar problemləriniz ola bilər. Bunları düzəltməlisiniz Oğlaqlar. Ümumi dəyərləndirsə 72%-ə qədər uğurludur. Həftənin digər uğurlularından biri isə buğalar sizlər olacaqsınız. Bəli, şansınız çox gözəldir. Ailə, uşaq, hamiləlik, sağlamlıqla əlaqədar nə dəyişir, vizual olaraq, görünüş olaraq nə etmək istəyirsə, buğalar bunları bu həftə edə bilərsiniz. Bir balaca problem odur, düşünmədən tez bir zamanda danışmağınızdır, zamansız özünüzü ifadə etməyinizdir. Hər şeyi idarə edə bilərsiniz, amma belə deyim də zamanı idarə edə bilmərsiniz. Bir balaca ətrafınızda həftənin sonlarına doğru oyun, həftənin sonlarına doğru yalan, şər, böhtan ola bilər ki, onu da səbirli şəkildə gizlənmiş formada üstünü açıb hər şeyi aktivləşdirməyə bacaracaqsınız. Ümumi dəyərləndirsə buğalar çox qarşılıq yaratmaq istəmirəm. İnsanları sizə çox belə deyim də qibtə edəcəyi bir həftə olacaq ki, öz tarazlığınızı, maddisal dəngənizi, maddisal fikir və düşüncələrinizi gücləndirəcəyiniz bir zamana keçə bilərsiniz. Ümumi dəyərləndirsə buğalar bəli, günəş enerjisi sizin yanınızda olacaq, tarazlığınızı bacaracaqsınız. Bir balaca ağız danışıq enerjilərimizin qabağını ala bilsək zamansız. Onu düzəldə bilsək həftənizi 83%-ə qədər buğalar uğurlu edə bilərsiniz. Ətrafınızda elə bir insan olacaq ki, sizi belə deyim də ruhən qidalandıracaq. O insandan bərk yapışın. Ayın 15-dən sonra o insandan belə deyim də kontaktınız güclənəcək. Qız bürclərinə gələndə isə qız bürclər bu həftə elə bir məqamda olacaqsınız. O insanlar ancaq sizin haqqınızda danışacaq. Öndə olacaqsınız, insanlar sizin haqqınızda danışıb sizi belə deyim də zamanla əlaqədar həm pul maddiyyatınızı, həm özünüzü zəiflədəcək və başqa danışıqlar yarada bilərlər sizin ətrafınızda. Psixoloji olaraq zaten ağıllı insanlarsınız, belə deyim də bacarıq həmin insanlardan uzaq olun. Lazımdan çox şöhrətpərəst, lazımdan çox yüksək bir yerdə sizi göstərməyə çalışacaqlar və maddisal sfera baxımından qız bürclər sizə problem və udar yarada bilərlər. Bunları dəngələşdirməlisiniz. Sizdən gedən, uzaqlaşan, keçmişdən bir insanın qayıdışı sizin şəxsi həyatınızda böyük bir problem yarada bilər qız bürcləri. O gedən insanı ümumiyyətlə həyatınıza salmağı məsləhət görmürəm. Uzaqlaşın, suyla, dənizlə, torpaqla. Siz sevirsiniz bitkini, təbiət, heyvanları. Onlarla əlaqədar olaraq belə deyim, aktivləşmələri gücləndirməlisiniz. Ümumi dəngələşdirsək pis həftə deyil. Pula, maddiyyata, işə doğru tam özünüzü aktivləşdirəcəksiniz və dəngənizi stabil şəkildə qurmağa bacaracaqsınız. Bu həftə daha çox yalnızsınız. Bilmirəm, niyə insanlardan uzaq bir vəziyyətdə gəzməyə çalışacaqsınız. Topluluqda olacaqsınız, amma öz düşüncəniz, öz istəklərinizdə soyuq bir vəziyyətdə zamanla əlaqədar dayanacaqsınız. Ümumi həftəni dəyərləndirsə qız bürcləri 78%-ə qədər həftənizi uğurlu edə bilərsiniz, amma istədiyinizi tam bu həftə qız bürcləri beyin olaraq, ruhən olaraq, mənəvi olaraq əldə etməyəcəksiniz.